Hoş gördük, salam eləmamızı. Yəni, bu ilk oyununda bilirik ki, çətin olacaq. Rəqibi düşünməməkdən qabaq öz oyunumuzu düşünməliyik. Təbii ki, rəqib haqqında məlumat verirlər, amma bu rəqibin ilk oyunda qrupda bizə verilən məlumatlar bilirik. Yəni, baş məqsəd bizə göstərdiyi tapşırıqlar bilirik. Sadəcə biz öz oyunumuzu düşünməliyik və bura qələbə üçün gəlmişik. Tək mən deyil, bütün buraya gələn komanda yoldaşdan və düşünmürəm tək buraya gələn, bütün Azərbaycan xalqı qələbəni düşünür. Bizə qələbə üçün vuruşacaq, amma təbii ki, futbolda 90 dəqiqədən sonra nəticə bilinir. Əlimizdən gələn elmi, yəni borcluyuq, yəni qələbə qazanmağı borcluyuq, biz buraya qələbə üçün gəlmişik. Düşünmürük ki, biz üçün yəni qələbə qazanmama çətin olar. Düşünürük ki, rahat da olmayacaq, amma əlimizdən gələn eləməliyik qələbə qazanmağa, çünki artıq nəticə verinin vaxtıdır. Hesab edirəm ki, bu oyunu favorit kimi biz özümüzü hesab edirəm ki, biz yəni Azərbaycan komandası favorit kimi bu oyuna çıxır. Çalışacaq nəticə əldə edək. Bilirik ki, çətin olacaq. Əlbəttə, hamımız bilirik çətin olacaq. Yəni, biz Azərbaycanda oynamırıq, burada oynayırıq. Belə ki, vaxtımız var, daha bilmədiyimiz şeyləri sabah oyuna kimi baş məqsədimizi göstərişlər edəcək. Əsas odur ki, hamı oyuna hazırdır. Sualdır. Buyurun. Adətən oyunlara hazırlaşarkən qapıçılar rəqibin hücum xəttində oynayan futbolçuları təyin edirlər. Təbii ki, siz də artıq hücum xəttində oynayan rəqibin futbolçularına baxmışsınız, nəzərdən keçirmişsiniz, nə qeyd etmişsiniz və bu qeydlərinizi bizimlə bölüşər bir zəhmət olmaz. Belə deyək də, yəni biz şəxsi fikirlərimizlə eləmirik, bizə baş məqsədin göstərişlərlə edirik. Çünki futbol kollektiv idmanıdır. Bizim mövqeyimiz elə bir yerdir ki, biz heç vaxt hücuma getmirik, biz ancaq müdafiə olmuruq. Müdafiə olmaq təbii ki, müdafiə olmaq çətin bir şeydir. Amma o demək deyil ki, biz müdafiə üçün meydançaya çıxırıq. Təbii ki, bizim bizdə hücumun başlamağında bir rolumuz var. Bizə göstərilən qaydada oyuna çıxacaq. Biz təbii rəqibi analiz edirik, amma bizə göstərilən oyunu oynayacaq. Bizə nə desələr, o cürdə oyun meydançada o işi yerinə yetirəcək. Yəni, rəqibdən əvvəl bizim öz oyunumuzu özümüzə vacib. Amma deyir ki, sizdən qapıçısan, rəqibin hücumcuları təhlil eləmişsən, necə oynayırlar? Başından oynayıb, transfer edirlər, qarnıdan nələr var? Yəni, göstərişlər olub bizə, yəni baş məqsəd bizə göstərib məlumatlar veriblər. Sadəcə mən də o demək istəyirəm ki, biz rəqibdən əvvəl öz oyunumuzu düşünməliyik, öz oyunumuzu həyata keçirməliyik. Yəni, böyle demək istəyirəm. Məlumatımız var rəqibimiz. Rəqib haqqında məlumatımız var. Yəqin ki, rəqib də bizi analiz edir. Heç kim kartlarını dedikdə açmır. Amma bildiyimiz məlumata görə, elədiyimiz toplantılara görə, baş məqsədin dediyi fikirlərə görə elə də oyuna hazırlaşırıq. Yəni, kollektiv idmanlardır, şəxsi fikirlərimizdən meydançaya çıxmır. Azərbaycan Futbol Üzrəsi, Kamran, neçə vaxtdır oyun təcrübən yoxdur? Böyük futbolsuz alırsan. Məşq ayrı, o iştiraklı oyunlar ayrı, amma böyük futbol, yəni rəqibi hiss eləmək. Sabah o baxımdan korluq çəkmə edilsən ki, rəqibin təhlükəsini, rəqibin oyuncularını hiss eləməyinə var. Yox, belə deyil, hamı yaddaşında elə qalmışıq ki, bizdə də ucbatından formadan geri qalmaq fikirlər alır, hamısı belə düşünür, amma elə deyil, əsas odur canım ağlamır, özümü yaxşı hisslərətdən hiss edirəm. Sabahki oyunda meydançaya start edəcəksən, düşünmürəm ki, pis tərəfdən göstərəcəm özümü. Yəni, səhvdən heç kim ortalamayıb, səhv edə bilərsən, amma səhvi eləmək düşüncəsində deyiləm. Hesab edirəm ki, daha yaxşı vəziyyətdəyəm. Baş məqsəd, sən start edətdə olduğunuz etap. Yəni, bu o demək deyil, hər şey Allahın əlindədir. Yəni, bu son məşqdə zədələnə də bilərsən, fikirlər də dəyişə bilər, amma bugünkü gündə belə deyilib, əlimdən gələn eləməyə hazıram. Yəni, Allah bizi qorusun ki, biz özümüzü yox, mən artıq sabah 90 dəqiqə Kamran ediyor, Azərbaycan xalqını təmsil edəcəm. Buyurun. Əslində vəziyyət bir qədər qeyri-adi alınır. Baş məqsəd nəinki sizi startiyada daxil etdi. Hətta burada açıqladı ki, Azərbaycan hal-hazırda bir nömrəli qapıcı, ən yaxşı qapıcı Kamran Ağayev. Amma burada bir nonsens yaranır. Ən yaxşı qapıcı millinin baş məqsədinin dediyinə görə klubsuz qalır. Yəni, qapıcı üçün, özü üçün, bax, sizin üçün, Kamran Ağayev üçün bu vəziyyət, əlavə bir təzyiq
Klubsuz qalmaq, yəni bu millidən kənar şeylərdir. Bu yəni futbol karyeramla bağlıdır. Millinin baş məşqçisi nədirsə, yəqin sizlər sizinlə deyil. Yəni bir nömrə olmağım. İndi fikirlər müxtəlifdir. Çalışıram da oldum. Allah bizi zədədən qorusun. Zədəsiz futbolçu hər zaman hazır olmalıdır. Yəni zədə alanda istərsiniz insan formasını bərabər çətin olur. Bir müddət vaxt lazım olur. Mənim elə bir zədə aldığım vaxtlar elə bir vaxta düşdü ki, biraz klubsuz qalmama problem yarandı. Amma o demək deyil ki, yəni bununla futbol karyerası qalan həyat elə qabaqdadır. Uzun müddət futbol oynamaq istəyirəm, böyük futbollar oynamaq istəyirəm. Yəni düşünmürəm ki, fikirlərində yanılmıram.